İmam Sadiq əleyhissalam buyurur, bizim dostumuz bir söz kimdir? İstəyirsiniz İmam sizə deyə ki, sən mənim dostumsan. İmam buyurur ki, bizim dostumuz odur ki, biz qəmlənəndə qəmlənə, biz sevinəndə sevinə. Axı indi İmam Zaman qanı ağlayır. İmam Zaman ağanın özünün dilindən çıxan sözdür. Deyir ki, nə qədər ömrüm var, Cəddi Hüseynə göz yaşı tökərəm. Əgər göz yaşım qutarsa, qan ağlayaram Cəddi Hüseynə. Bu günləri İmam Zaman ağanın əza aşalını boynuna salınır. İmam Hüseyn məclislərinə baxan günləridir. Kərbəlada olan günləridir. Bugün bizim borcumuz budur ki, İmam Hüseyn əleyhissalamın məclisində İmam Hüseyn üçün əza saxlayaq, İmam Hüseynin qapısına gələk, buna görə ki, inkişaf eləyək, buna görə ki, adam olum, buna görə ki, bağışlanım, buna görə ki, Allah dərgahına yaxınlaşa bilim. Çünki İmam Hüseyn elə bir addım atıb ki, onun addımının vasitəsilə mən cənnətin yuxarı tərəfində otura bilərəm. Yəni, zəhmətləri İmam Hüseyn çəkib. Baxın, İmam Hüseyn demir, ha, Allaha yaxınlaşmaq üçün balomuzu verin. Deyir, mən balamı verirəm, amma sən Allaha yaxınlaş.